Salam aleyküm dostlar. Deməli buranı çəkmişdim. Demişdim tapın görün bura aradı. Bura Günəşlidir. Günəşlidən üzü Zığ yolu uzadı. Deməli buranın uzunluğu 11-12 metrədir. Koridorla birləşib də. İndi profili sürüşdürəcəyik. Yəni profili sürüşdürək baxın. Fikir verin heç bir yerə dəymədən. Yəni güc çatmır ora kimi, o başa kimi getməyə. Amma belə də baxa bilərsiniz. Axıra kimi yəni gedir, heç biri dəymədən, toxunmadan. İnşallah ki, buranın da daş yununun müştərinin istəyinə əsasən, yəni müştəri özü istəyib ki, daş yunu vuraq. Çünki istəmir ki, səs olsun altda. Polun qalxma səbəbləri də var. Kimsə həmişə mən nəsə video çəkəndə yazırlar yorumlarda ki, pol niyə belə qalxıb, niyə bu hündürlükdə qalxıb. Bəzi yerlər var hündür olur, bəzi yerlər var sıfıra enir. Məsəl üçün burada kanalizasiyanın turbası var. Məcburuq ki, turbanın dibi ilə götürək. Burada isə fikir verin, altını yolmuşuq lağanın. Yəni bütün biz ümumiyyətcə mənzilə girməmişdən qabaq bütün bunlar, hər şey, qapıları, betonun nolunu, harda turba gedir, hündürlüyün hamısını nəzərə alıb polu qaldırırıq. Yəni öz başına eləmirik ki, istədiyimiz kimi polu qaldıraq. İnşallah izləmədə qalın. Dikləri də bağlayandan sonra bütün qapıların girişlərini profil qoyub yoxlayacağıq. Sağ olun, Allah köməyiniz olsun.